Salam gözəl və baxımlı xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farzelayev. Burada mövzu kosmetika, makyaj, gözəllik, qulluq, baxım və ümumiyyətlə qadınlara aid olan bir çox şey. Həmçinin mənim kanalımda gündəlik vloqlar da var. Əgər siz vlog tipli videolara baxmağı sevirsinizsə, o zaman keçid eləyin, digər videoları da izləyin. Orada təkcə makyaj deyil, gündəlik vloqlar da var. Arxa fona fikir verməyin. Mən dəfələrlə yığışdırdım, amma ikisi icazə vermir. Eləcə dağıdırlar. Bugün isə mən unpacking videosu çəkməyə çalışacağam. Yəqin ki, mənə icazə verən deyirlər. Axır ki, mən mikrofonumu yenilədim. Hazırda çöldə ot biçirlər. Səs adamın beynini deşir, amma ümid edirəm ki, mikrofonun köməkliyi ilə həmin səs sizə gəlmir. Mən sizə İsraildən Superfarm'ın online mağazalar şəbəkəsindən sifariş verdiyim şeyləri göstərəcəyəm. İndi açmağa çalışıram bunu. Qaysını hündürə qoymalıyam, çünki uşaqlar gəlib götürəcəklər. Wow. Bu videoya siz like qoyun. Əgər bəyənsəz, bəyənməsəz də like-ınızı geri götürə bilərsiniz. Və şəhərlərinizi yazın. Mən sizə aldığım, sifariş verdiyim məhsulları göstərdikcə siz də mənə öz tövsiyələrinizi verin. Ümumiyyətlə, bunlardan istifadə eləmisinizmi? Necədirlər? Yaxşıdır, pisdir və yaxud da mənə nəyi tövsiyə edərdiniz? Bir-bir bu barədə şəhərlərdə danışaq. Səsdən başa düşmürəm ki, nə deyirəm. Özdə bayaqdan yox idi heç nə, sakitçilik idi. Mən makyaj elədim, hazırlaşdım ki, video çəkəcəm. Başladım. Elə bil məni gözləyirdilər. Budur sifarişlərim. İndi başlayaq. Bir-bir. Nədən? Üz yuma vasitələrindən başlayaq. Mən bayaqdan dız-dızın səsindən yadımdan çıxdı. Mən dedimmi, siz məni Telegram kanalı vasitəsilə izləyə bilərsiniz. Orada da paylaşımlar olur məhsullarla bağlı. Yəni özüm də oluram məhsullarla da bağlı, amma orada da paylaşımlar edirəm. Nəyisə istifadə edirəm, bitirirəm və bunun haqqında düşüncələrimi bölüşməyi, belə deyək, özümə borc bilirəm. Xoşuma gəldimi, gəlmədimi? Səs imkan vermir, bilmirəm nə danışıram. CeraVe'nin Hydrating Cream to Foam Cleanser'ini sifariş vermişəm. Normal və quru dərilər üçün nəzərdə tutulubdur. Həcmi 236 ml-dir. CeraVe'dən istifadə elədiyim ikinci üzümə gelidir, amma birincisi başqa idi. O belə şəffaf idi, bu ağdır. Bundan ilk dəfə istifadə edəcəm, amma ümumiyyətlə CeraVe məhsulları ilə tanışam və CeraVe məhsullarını sevirəm. CeraVe markası da etibar elədiyim markalar sırasındadır. Üzümə gelmiş. Hətta bu üzümə geli ilə SPF-i də təmizləmək olur, makyajda təmizləmək olur. Bir də gündəlik, yəni üzümə geli kimi də yəqin ki, istifadə eləmək olar. Sonra Bioderma'nın Sensibo'dur bu. Sensibo H2O micellar suyunu sifariş vermişəm. Mən böyük həcm sifariş vermişəm deyəsən. 500 ml-dir. Göz makyajını da çıxardır, üzü də, dodaqları da. Gözün düzü Bioderma'nın micellar suyundan çoxdan istifadə eləmişəm. Yəni mən istifadə elədiyim qədər çox bəyənmişdim. Hədsiz dərəcədə bəyənirdim. Yəni istifadə edirdim, amma hardasa bir 5 il, 10 il bundan qabaq. Ya uzun müddətdə niyəsə Bioderma almıram, niyə bilmirəm. Yadımdan çıxıbdı, amma bəyəndiyimi bilirdim. Yəni bilmirəm bu o mən aldığımdan da yoxsa yox, amma deyəsən bilmirəm, yəni yoxlayarıq, görərik necədir. Sonra üz yuma vasitələrindən nə? Bunun qiyməti bahadır, amma həcmi 400 ml-dir. Mənə elə gəlir ki, qiymətinə dəyir. Birinci fikirləşdim, qiyməti bahadır. Mən həmişə istifadə elədiyim balm götürəcəkdim, klinikin balmı. Amma sonra fikirləşdim ki, yox, qoy elə bunu götürüm. Çünki bunu mən balaca həcmini, balaca variantını istifadə eləmişdim və o qədər bəyənmişdim ki, bu o qədər gözəl şeydir, o qədər əla şeydir. Əziz quru dərili xanımlar, siz qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin. Sırf quru dərilər üçün nəzərdə tutulub Lancome bu məhsulu, yəni sırf quru dərilər üçün nəzərdə tutubdur. Bu deməli nədir? Makyajı təmizləyən süddür. Üzünüz quru halda bu süddən əlinizə tökürsünüz və üzünüzü yumru belə
dairəvi hərəkətlərlə masaj eləyirsiniz. Gözü çox bərk eləmirsiniz. Gözə də yəni yumşaq hərəkətlərlə toxunursunuz. Sonra isə istəsəz üzünüzü adi su ilə durulaya bilərsiniz və budur, bitdi. Həm dəriniz yumşaq qalır, həm də makiyajı elə gözəl təmizləyir. Dərini qurutmadan, dərini yandırmadan, gözlər əziyyət çəkmir. Yenə də deyirəm, gözlərə çox sıxmayın amma. Bu ümumiyyətlə yəni gündəlik makiyaj üçündür. Belə ağır toy makiyajları üçün yaxşı olar ki, bunu yuyandan sonra üzərindən bir də gellə yuyun. Ya da nə bilim, miselyar su və yaxud da bunu istifadə edin. Amma bu özü də tək başına makiyajı çox gözəl şəkildə çıxardır, təmizləyir. Üz belə əladır da, yəni özünü axı yuyandan sonra istər-istəməz o quru dərilər bilir, o qurulma, dartılma hiss edirsən. Axı məsələn bunda yoxdur. Çox gözəldir. Yəni mən bununla tanış olduğum üçün üzüldüm sözün düzü. Niyə? Çünki mən gərək bundan sonra həmişə bunu alım və dediyim kimi qiymət ucuz deyil. Ümumi bunların hamısının qiymətini də deyəcəm sizə ki, ümumi nə qədər tutdu. Sonra mən nə almışam? Bir dənə Dr. Jart Plus'ın Vital Hydra Solution Hydra Plump Water kremini sifariş vermişəm. 50 ml-dir. Bunu da quru dərilər çox bəyənir. Bu deyəsən Koreyadır, hə? Koreya məhsuludur. Çin, Koreya nəsə elə bir şeydir deyəsən. Bilmirəm, quru dərilər bunu bəyənmişdi. Mən də ona görə sifariş verdim. Amma ilk dəfə yoxlayacağam. Bunun çıxmaq şərti ilə digərlərini deyəsən ilk dəfə yoxlayacağam. Bu da yenə də yəni yadımda deyil. Biodermadan pink rəngli miselyar su istifadə eləmişəm. Amma bilmirəm, o da Sensiboydu yoxsa yox. Amma xatırlayıram ki, onun da üstünə H2O yazılmışdı. Nəysə, sonra burada var saç üçün Pantene Pro-V Minerals'ın Grow Strong Biotin Protein Strengthener şampunu var. Ay Allah, oxuya bilmirəm, nəfəsim kəsildi oxuyana qədər. Mən əslində keratin, görürsünüz, bu arada saçlarıma keratin elədim, kəstirdim. Ümumiyyətlə bu 2 ay ərzində Azərbaycandaydım. 2 ay yox, yəni 1 ay Azərbaycanda qaldım. Amma uşaqlarla evdə olduğumuz üçün özümə tətil verdim, videolar çəkmirdim. Fikirləşdim ki, uşaqlar bağçaya qaydanda vaxtım olarsa əgər yenidən vloqlar, videolar çəkərəm. Yəni getmişdim Azərbaycana və saçlarımı keratin elətdirdim həmişəki ustaya. Çox xoşum gəlir ondan və gözəl də kəsim elədi. Əsl mən istəyən kimi, indi biraz baxımsızdır, neysə. Yəni saçlarımı mən ancaq keratinli şampunla yumalıyam. Mən özüm üçün şampun alıb aparmışdım Azərbaycana, amma elə bilirdim ki, o şampundan 2 dənə almışam. Azərbaycandakini daha geri gətirmədim. Fikirləşdim ki, burada almışam da, birini də burada qoymuşam. Amma demək, bəs burada qoyduğum conditioner idi. Sonra uşaqlı olduğum üçün mağazaya getməyə halım olmur. Sonra şampun sifariş verdim, yenə keratinli saçlar üçün. Bu arada keratinli saçlar üçün olan şampunların qiyməti baha idi. Mən bir dənə münasib qiymətə birini tapdım. Amma sifariş verəndə o artıq yox idi. Mən də bilmədim nə sifariş verim. Sifarişləri artıq verdiyim üçün götürdüm, Pantene sifariş verdim. Amma bir dənə keratinli saçlar üçün şampun almaq istəyərəm. Bunun qoxusunu bəyənirdim, ona görə elə rastgələ bunu seçdim. Sonra nə sifariş vermişəm? Belə bir, mən bunun üstünü oxuya bilməyəcəm. Gördüyünüz kimi ivrit dilində yazılıbdır. Deməli, mənim qızımın saçları yuduqdan sonra çox dolaşıq olur. Onu daramaqda çətinlik çəkirəm. Mən də ona görə öz kremlərimdən, nə bilim, yağlarımdan nə istifadə edirəmsə, qızımın saçlarının ucuna vururdum və bununla da belə yaxşı, rahat daranırdı. Öz saçıma da istifadə edirdim, qızımın saçına da və yaxud da qızım üçün sprey alırdım. Hansı ki, uşaqlar üçün nəzərdə tutulmuş sprey daramanı asanlaşdırır, yonulmanın qarşısını alır. O sprey də qutarmışdı. Mən də özümdə nə varsa ondan onun saçlarının ucuna vururdum, sonra isə darayırdım və kömək olurdu. Bu dəfə uşaqlar üçün nəzərdə tutulmuş bir krem aldım. Düşündüm, bunu həm özüm istifadə edə bilərəm, həm də qızıma istifadə edə bilərəm. Bu da mənim ilk təəssüratım olacaq istifadə edəndə, çünki bunu da birinci dəfədə alıram. Öz saçlarımla bağlı indi əvvəlki tək problem yaşamıram. İndi keratinli olduqlarından dolayı düzdür, yonulur. Yenə də krem vurmaq lazımdır, amma necə deyim, məhsul az işlənir. Yəni əvvəlki kimi çox conditioner, çox krem, çox yağ, çox sprey, hər şeydən çox lazım deyil də. Bir damcı vurursan
darayırsan və super olur. Hətta duşda daradınsa, kondisioner istifadə edəndən sonra daradınsa, çıxandan sonra da ümumiyyətlə heç bir şey vurmağa ehtiyac yoxdur. Yenə də qəşəng daranacaqdır. Saçlarım yenə də deyirəm, möhtəşəm idi. Düppələm düzdür. Sadəcə olaraq bu aralar biraz baxa bilmirəm. Yəni formaya salmadım, daha doğrusu video çəkirəm deyə. Evdə olanda ümumiyyətlə formaya salmıram, nəyimə lazımdır. Amma bir yerə gedən kimi çox rahat 2 saniyənin içində saçlarım hazırdır. Vəssalam, mənim sifarişlərim bu qədər, amma sonunda sizə xatırlatmaq istəyirəm ki, bu videoya like qoyun, mütləq like qoyun. Həmçinin şəhərlərinizi yazın məndən. Siz şəhərlərinizi yazmaqla təkcə fikirlərinizi bölüşmürsünüz, həm də mənim kanalımın irəliləməsinə də dəstək olmuş olursunuz. Bir daha xahiş edirəm, şəhərlərinizi yazın və zəng düyməsinə də klikləyin ki, yeni videom çıxanda xəbərdar olasınız və izləyəsiniz. Həmçinin məni Telegram kanalı vasitəsilə də izləyin. Mən orada da paylaşımlar edirəm. Bu qədər, sizi öpürəm, qucaqlayıram və sağolaşıram.